Hamınıza salamlar. Ailenin kiçik kanalına hoş gelmişsiniz. Bugün sizlere bir bazar günü vlogu ile geldim. Hal-hazırda saçım yaşlı çünkü nemdi yani. Bugün hazırlığım yoktu. Ben de ona göre dedim ki bir tane vlog çekeyim. Hem bugün otağımı yığışdırmalıyam. Hem ondan sonra ders okumalıyam. Belə işlər. Sonra axşam da geçək bir dənə. Saat 9'dan sonrasına heç bir iş saxlamaq istəmirəm. 9 mu 10 mu? Yo, ondan sonrasına. Hə. Saat 10'a kadar maksimum bu işlerimi kurtarmalıyım. Çünkü ondan sonra kino var. Ben ne sana taparım, ne seni ararım, ne trip atarım. Her neyse, indi artık saçımı falan darayım ben. Sonra da mükemmel saçımı darayırım. Sonra da otağımı temizleyeyim. Saçım çok tökülür. Yaxında keçər qalacam. Artıq məni keçər izləyirsiniz. Bugün hem informatika okumalıyıq, hem fizika okumalıyıq, hem riyaziyyat okumalıyıq. Yani bütün derslerimi saklamışam, sağ olun. Ben bu noktaya nasıl geldim? Tamam, ben hatalıyım. Ama o noktaya nasıl geldim abi ben? Ben manyak. Bir dənə ingilis dili yoxdur. İngilis dildə elə bil ki, mənim sabah 2 dənə hazırlığım var. Fizika, sonra bir də riyaziyyat var. Və mən bu ikisini eləməliyəm. Plus da ki, mən bu fizikadan saat 9'da gəlirəm evə. Hə, nə deyirdim? Deməli, bacım da gəldi. Salam vermək istəyirsən vloguma? Merhabalar. Belə davam edəcəm videoya. Üstəndə Zeynəb deyir ki, Zeynəb mənim ən belə, bəlkə də videolarımı ən həvəslə izləyən, yəni abunəçim ola bilər. Kəndisi həm də dostumdur təbii ki, ona görə ola bilər yəni. Bilmirəm da. Bəlkə də yəni dostum olmasam bəlkə də izləməzdi, amma yox, izləyərdi. Elə Zeynəb tez ol yaz. Mən qalanını da eləyəcəm, amma indi otağımı tozlanmalıyam. Arxadan bu görsənən turbalara da diqqət yetirməyin. Bu, yəni buradadır. Yapacak hiçbir şeyim yok. Ben bu otağa, ben normalde Lami'yle bir yerde başka bir otaqda qalırdım. Ama sonra dedim ki, mən təbii ki 10-cu sinifəm axı. Dedim ki, mən çox dərs oxuyacağam. Ona görə mənə ayrı otaq şey eləyin. Burada otaq var idi onsuz da. Sadəcə bu otaq belə depo kimi istifadə olunurdu da daha çox. Hə, dedim ki, otağımı bura keçirdin. Mən burada tək oturum, yəni tək qalım. Həm də Tək qalsaydın çünki mən də axşam dərs oxumaq istəyəndə anam bir qoydu. Hüseyn yatır deyə. Gördün. Hə, bu otağa keçdim. Amma məncə çox yaxşı oldu. Çünki özümü çox rahat hiss edirəm. Evin ta o başındayım. Yəni heç nədən xəbərim olur. Ev qırılsa, sökülsə, hər şey nə olur olsun, mən burada eşitmirəm heç nəyi. Öz halımda oluram. Belə yəni. İndi keçirik. Mən bir dənə yox, elə otağı tozlanayım. Sonra oturaq dərs oxuyaq. Bir də otağımı ayırdığım üçün artıq otaq işlərinə də özüm baxıram. Maalesef ki. Bəli, indi keçirik artıq dərsimizə. Yəni 2 dəqiqədən bir qərarım dəyişir. İndi buradan informatikadan nə oxuyacağıq? Gəlin sizə deyim. Oxuduğum şeydə. Kompüter qrafikasının tətbiq sahələri və növlərini oxuyacağam. Bir də qrafik, səs və video informasiyanın kodlaşdırılması. Hər nəysə, indi bu ikisini oxuyub əzbərləməliyəm. Amma hamısı əzbərdir də, yəni burada ilk dəfə informatikada bu qədər bir şey əzbərləyəcəm. İndi bunu eləyəcəm, sonra həmin mövzunun da Kaderadan, bu kitabdan testini işləməliyəm. 3.4 işləyəcəm. Çox boş elədim, suyumu gətirmişdim, su içək. Hə, indi edəcəklərimi bir dənə dəftərə yazdım, sonra da başlayaq. Allah gözünü seveyim abi. Anne sen şeyleri yiyeceksin, bir de seçiyorum diyelim. Anam burada gizlenir, bak şkafın arkasında olacak. Çünkü bu riyaziyyatdır. Riyaziyyatdan deməli topludan işləyəcəm. 25-59 arası səhifə 36. Plusdakı topludan səhifə 42-dən 50-92. Buradan da bir 100 sual bizə gəldi mi?
balansımızı əlavə edirik. Hələ bu bir də şey var. Bir dənə kağız var. Trigonometrik funksiya haqqındadır. Yəni riyaziyyat bu qədər çətin düşünmürdüm. Çünki keçən il belə deyildi. Bu il riyaziyyat çox dəyişib belə bir. Pardon. Yəni yıl keçən ilsə heç nə keçirməyib. Bu il çox çətin gəlir. Daha bilmirəm nə olan işdir. Fizika topluluğunda mən bir hissəsini yazmışam. Yaxşı ki, bunu heç olmasa biraz yüngülləşdirmişəm. Amma yenə də hamısını yazdım, tamamlayacağam da. Mən səhvlərimə falan da qayıdıb bir də baxıram. Hə, dərslərimiz bunlardır demək. Çox istəyirdim o fizikadan qayıdan da. Oxumalıyam. Çox işimiz var. Yox, həll edəcəyik. Hamısını mən bir dəfəyə oturub yazmıram onsuz da. Gedirəm, gəlirəm yazıram. Məsələn, indi oturacağam, informatikanın qaydasını öyrənəcəm, testini işləyəcəm. Zaten test az idi, 22 sual falan idi. Sadəcə qaydasını əzbərləmək çətindir, yəni zulm olacaq mənim üçün. Hə, onları eləyəcəm, sonra gedəcəm biraz fasilə verərəm, çay falan içərəm, eləyərəm. Sonra təzədən oturarıq, fizika qutararıq. Elə. Tamam edirsiniz. Haydi onda sağ olun, salamat qalın. Mən də bunu işləyim. Mən salamat çıxmayacağam amma burada. Hal-hazırda informatikanı sadəcə oxuyub qurtarmışam. Buranı belə fosforluya öyrənməyə çalışdım. Uşaqlar, sizə indi bir şey deyəcəm. Mənim əvvəldə YouTube kanalım olmuşdu uşaq vaxtı və o vaxtı kompüterlə, bir dəqiqə bunu dondururum. O vaxtı kompüterdə eləyirdim. Yəni videolarımı falan da kompüterdən paylaşırdım. Və indi o videolardan birini tapmışam. Kompüterdə qalıb bir dənəsi, şans əsəri. O videonu sizə göstərəcəm ucundan. Bu nə vid fasondu, bu nədir? Bu kompüterdə informatika haqqında YouTube'dan girib video falan izləyəcəydim. Ona görə açdım və o video... Sonra dedim ki, bu kompüter çoxdan da açmıram. Sonra dedim ki, bir dənə baxım görüm papkalarda nələr var falan. Gördüm ki, orada yəni videolarımız var. 1-2 dənə videoydu. Yəni kaş hamısını saxlayardım. Çox video çəkmişdim o vaxtı. Hər nəysə düzü çox cringe hərəkətlər eləmişəm uşaq vaxtı olduğu üçün, amma yoxdur işte, şirin idi o vaxtlarda. Hər nəysə, indi yemək yeyəcəyik. Ona görə videom da qaldı. Ona başım qarışdı. İndi yeməyimi yeyim, sonra da artıq heç nə çəkəcəm. Səsləndirici Aliyə xanım gəldi. Keçən videoda səsləndirməmişdim. Ürəyim partladı. Bu səfər səsləndirirəm. İndi həyətə çıxıram. Çünki həftə içi günlərdə onsuz da məktəb hazırlığı olduğu üçün, yəni çölə çıxa bilmirdim. Sipaqlarımıza baxmaq üçün çölə çıxdı. Lan bu tarafa dön. Şöyle videoma göstərməm lazım. Ananı? Hanı tospiş? Çabuk cevap ver. Gel buna yemək verək. Ben bayağı verdim, çok yemedi. Yemədim. Verdim, yedi. Doyubsan. Ha? Uşaqlar, kendisi her şeyi yiyor. Çöp öğütücü gibi. Yok. Yarpak kopardaq. Kendisinin balaları var. Balası var daha doğrusu. Bir dənə belə balaca balası var. Ama o yoktu şu an. Yani bir de bak balaca olduğu için yayda belə tapa bilmirdik. Bir de dəniz var. Suda üzən, amma onu da tapmağımız mümkünatsız. Su sıspağımız da var. 3 dənə sıspağımız var yəni. Amma birini tapa bildik hələ ki, qış olduğu üçün. Bir dənə bu ortalıqlardadır. Honqırışırlar video çəkəndə mən. Biraz da kənd həyatı uşaqlar. Kənd həyatı da eləsinə yəni. Lamiyəni çəkim. İndi fizikadan bu dərsi oxudum. Çevrə üzrə bərabər sürətli hərəkət. Bu şəkildə düsturlarını falan da əzbərlədim. İndi keçib müəlliməmin YouTube kanalı var. Oradan video izahına baxacağam.
həmin o mövzunun izahına baxacağam. O şəkildə. Hamınıza yenidən salamlar. Yenə mən gəldim. Deməli, ən son sizə nə vaxt çəkdim xatırlamıram. Daha doğrusu ara-ara çəkirəm, yəni. Fizikanı oxudum, sonra fizikanın testini də yazdım. Yəni ümumiyyətlə fizikanı da qurtardım. Bir dənə qalıb riyaziyyatım. Ən çətin olanı qalıb. Və indi ona başlayacağam hal-hazırda. Amma ilk olaraq burada qayda olmalıydı. Hara qoymuşam mən o vərəqi görəsən. Hə, tapdım. Bu vərəqdən indi bu hissədə olan 4 dənə belə düstur yığınağı var orada. Onları oxumaq. Bəli, lövhəmi bura gətirdim. Markerimi götürdüm. Qayda dəftərindən həmin o vərəqi də gətirdim. Vərəqdəkiləri əzbərlikdən sonra qayda dəftərimdən də bir belə keçərəm üstündən. Uşaqlar, bu şəkildə düsturların hamısını da öyrəndim. İndi testə keçirəm. Bəli, sizə yenə bir durum bilgiləndirməsi ilə gəlirəm. Artıq saat 6-ın yarısı oldu və mən 1 saat riyaziyyatın başında otura-otura sadəcə 25 dənə sual işləyə bildim. İşləyə bilmirəm yəni. Nəysə, indi markete gidib gələcəyik ki biraz daha... Yəni indi biz markete gedək gələk, 1-2 abur-cubur falan alacağıq. Kinoya baxarkən yeməlik. Ondan sonra gələndən sonra artıq riyaziyyata oturacağam və qurtarmaq istəyirəm. Lövhə şəkillərinə falan baxacağam. Müəllimənin izah elədiklərini belə yaza bilmirəm çünki. Onlara falan baxım, testlərimi qurtararam inşallah. Ondan sonra da yəni artıq yetər. Bir saatda bu şəxsiyyəti gözləyirəm. Bir dənə ayaqqabını geyinib qutaramadı. Gidiyoruz. Bir de utanmaz deyir ki, burada nə gözləyirsən hə? Salak. Görürsünüz də hər tərəfdən bir bacı qardaş tapılır. Getdik. Gələcək. Hani gəldən? Ayo. Bu gələsində niyə gəlmir ki? Gediyoruz. Nasıl geliyor. Kara geceler üzerime titreyen. O zaman siz hepiniz Eşref Tek. Kara geceler üzerime titreyen birçok sözüm var beni bekleyen. Burada da markete gedib, marketin bir şeyler alıp sonra təzədən evə qayıdacağıq. Sonra da mən riyaziyyatı bitirmə çabalarımı görəcəksiniz. Kino başlayana kadar her şeyi bitirmeye çalışacağım. Her neyse. Uşum. Ya. Polisi bir 9'un yarısı. Ay bala riyaziyyat çətindi. Edəcək hiçbir şeyim yoktu. Uşaqlar, riyaziyyatı da tamamladım. Gördüyünüz üzere belə toplunu hamısını qurtardım. Savaş çıxıb üstündə amma dəftərimin, amma eybi yoxdur. Yazmışıq, qurtardıq, tamamladıq. Bu gün yəni edəcəyim
ağlımdakı bütün işləri tamamladım və son momentində tamamladım. Yəni kino başlayır. Hamısını bu vaxta qədər qurmuşdum. Onda mən gedirəm artıq ona baxmağa. Bu his çox qəşəng bir şeydir. Burada da artıq videonun sonudur. Lami ilə bir yerdə kinoya baxırıq. Burada işıq pis olduğuna görə, yəni televizora baxırdıq deyə evin işığını söndürmüşdü. Ona görə video çəkərkən biraz pis düşmüşdü. Mən də qara effekt atdım. Hər nəysə, indi kinoya baxırıq. Gördüyünüz üzrə, əgər bu videonu bəyəndiyinizsə, like atmağı, kanalıma abunə olmağı, əgər ürəyinizdən gəlsə, istəsəniz rəy də yazmağı unutmayın. Sağ olun, salamat qalın.